Hər kəs salam Kripto Azərbaycan izləyiciləri yeni bir video ilə daha qarşınızdayım. Bu gün dostlarım, həm altcoin sezonu haqqında danışacağıq, həm də ki, təəssüf ki, bazar bu dəqiqə bizim cibimizdən qidalanır. Əslində belə bir deyim var. Bilmirəm, yəni bu nə qədər düzgündür və ya nə qədər düzgün deyil. Ancaq bu bazarda satmadıqca ziyanda deyilsən. Əlbəttə ki, bəzən bizim səbrimizi sınayırlar dostlarım. Ancaq yaxşı proyektlər var ki, bu bazarda nə qədər də səbrimizi sınasalar belə, müəyyən yerdən sonra əlbəttə ki, onlar bizə öz qazanclarını verir. Baxın, eynən aylar öncə sizlərlə də paylaşmışdım. VIP kanalında da paylaşmışdım bunu. Nano valyutası. Buradan Nano'ya baxdığımızda bir dəqiqə mən sizə bunu göstərəcəm. Buna ikili daha doğrusu alımlar deyilir. Yəni müəyyən qrafikdə yerlər belirləyirsən, öz necə deyim, büdcəvə uyğun. İkili alımlar edirsən, yəni bu bazarda daima normal, düzgün dediyimiz proyektlər hər zaman əlbəttə ki, bizlərə qazandırdığına görə elə baxın, bizlər ona görə buradayıq. Məsəl üçün, nano valyutası. Bunu $1 civarlarında tanıtmışdım mən və burada gördüyünüz kimi böyük qırılmadan tutmuş həmən günə qədər, o bazarın çöküşü olduğu günü sizlərə deyirəm. 60 sentə qədər geri çəkildi və 60 sentdən sonra uşaqlar $1.75 sentə qədər bir atak etdi. Yəni bir yüksəliş əldə etdi. Təbii ki, ikili alım edənlər indi burada bu kriptovalyuta bazarında hər kəsin öz strategiyası var. Yəni hər kəs tamamən fərqli yerlərdə alım-satım edir. Yəni burada hər kəs bir yerdə ala bilməz, hər kəs də bir yerdə sata bilməz. Məsəl üçün bəzən bizim də olur ki, yəni strategiyalarımızda üçlü alımlar, dördlü alımlar, əlbəttə ki, bunlar bəzən bizə uğur gətirəndə, bəzən də uğursuzluq gətirir. Çünki hardan alırıqsa valyuta düşə gedir. Başa düşdünüz və bunun nəticəsində biz də öz itki payımızı oradan alırıq. Yəni insan özünə bir yerdə əslində dur da deməlidir. Yəni birincidə bir valyutanı satın aldın, okey. Yəni deyək ki, bu ilk giriş nöqtən idi. Və ikincidə təkrardan buna satın, belə deyək də 50%-lıq bir düşüş yaşayanda, 60%-lıq bir düşüş yaşayanda təkrardan bir yatırım edirsən, püsyo. Bax, burada artıq gözləməlisən. Gözləməlisən ki, məsəl üçün, eynən nano valyutasındakı kimi. Nano, məsəl üçün, buradan sizlərə təkrardan göstərim, düşdüyü yerdən 116% yüksəliş əldə etdi. Və ya aldığımız, gözləyəcəyimiz valyutalar da var ki, dünən onu da 2 gün öncə, onu da VIP-də paylaşmışdım. Məsəl üçün, Cross, yəni təqribi deyirəm sizə, artıq 4 aya yaxın bir müddət idi ki, eynən bir gecədə 100%-in üzərində bir qazanc verdi Cross valyutası. Yəni nəyi demək istəyirəm dostlarım burada əsasən sizlərə? Burada strategiyanızı və səbrinizi və büdcənizi elə düzgün şəkildə bölməlisiniz ki, sabah bir gün həm əlinizdə də USDT qalmalıdır. Təəssüf ki, bizlər insanıq bəzən hisslərimizə qapılaraq elə əlimizdəki bütün büdcəni bir valyutaya qoyuruq. Amma bu düzgündürmü? Əlbəttə ki, dostlarım, düzgün deyil. Yəni buradan özümə də bir pay götürürəm, çünki bu səhvləri bəzən mən də edirəm. Gəlin indi Enso haqqında qısaca danışalım. Enso'ya bizim giriş nöqtəmiz, baxın, Enso valyutasını açırıq. Giriş nöqtəmiz $1.79 sentin üzərində idi. Enso valyutası yeni bir valyutadır dostlarım və bazara çıxanda $7 yaxın, hətta Binance Alpha'da $7.40 sentə yaxın bir qiymətlə listələndi. Düzdürmü? Yəni biz formalaşmayan bir qrafikdə, heç nə bilmədiyimiz bir qrafikdə düşünün ki, heç bir qrafik yaranmayıb. Yəni bura baxırıq, yəni nədən burada tutunacağıq bu şamlarda, hardan tutunacağıq? Sadəcə və sadəcə bir şam var. Yəni biz burada bunu dedik ki, məsəl üçün 1.79 sent civarından bunu
satın almağımız daha yaxşı olar. Yəni burada market cap geriləyəcək, valyutanın ümumi içində olan puldan gedir söhbət. Artıq yəni qiymət olmadığına görə, qrafik olmadığına görə bizim ən çox yönəldiyimiz şey nə idi? Kriptovalyutanın ümumi market capı. Aha, market cap geriləsin və biz 1.79 sent civarından, 1 dollar 79 sent civarından ENSO valyutasını toplayaq. Və təbii ki, dostlarım, nə oldu? ENSO valyutası 1 dollar 79 sentə qədər gerilədi və hətta bura baxsaq görərik ki, bunun da aşağısına düşmüşdü. 1 dollar 43 sentə qədər bir geri çəkilməsi oldu və ondan sonra təbii ki, listələnmələr falan 2 dollar 75 sentə qədər bütün birjalarda, hətta bəzi birjalarda bu 2 dollar 90 senti belə gördü, yüksəlişlər əldə etdi. Başa düşdünüz? Yəni ki, 1.79 civarından satın alanlar, büdcəsi az olanlar, belə deyim də bir sözlə dostlarım, sizlər yəni daimi olaraq çalışın ki, müəyyən xırda satışlar da olsa əlinizə USDT keçirmək adına bunu deyirəm sizlərə. Dəyərləndirin və balansınızda, portföyünüzdə də daima USDT-niz olsun ki, yeni valyutalar çıxdıqda və ya bazara yeni kriptolar gəldikdə onlara risk edə biləsiniz və onları satın ala biləsiniz. Bax, gəl altcoin sezonuna keçid edək, yəni hamımızın gözlədiyi altcoin sezonu. Bu arada ENSO-nu qısaca niyə göstərdim sizə, onu da deyim. Hal-hazırda ENSO-da 4-cü alışı artıq bizlər etmişik. 4-cü dip alışlarını artıq bizlər etmişik və ENSO-da bilirik ki, məsəl üçün nano kriptovalyutasını az öncə sizlərə göstərdiyim kimi düşdüyü yerdən qalxa biləcək bir potensiala sahib olan bir kriptovalyutadır. Arxalı proyektə, arxasında duran adamlar bəllidir. Eynən yəni bir adam var ki, orada Mr. Beast. Bu hər şeyə dəyər. Başa düşdünüz? Gəlin indi isə qısaca keçəyin dostlarım altcoin sezonuna. İndi pis yaxşı bura qədər hər kəs hamımız dözüb gəlmişik. Bura qədər bu bazarın bir sözlə də necə türklər demişkən kahrını çəkmişik, əziyyətini, əzabını çəkmişik. Risklər almışıq, risklər etmişik, həyəcanlarımız olub. Yəni bu düşüşlər, bu qalxışlar hamısını bir-bir yaşamışıq. Düşüş olanda təbii ki, itkilər yaşamışıq, qalxış olanda sevinclər yaşamışıq. Ancaq illərdir, artıq nədir dostlarım? Bir sözlə də üzüb quyruğuna gəlmişik. Bax, bu danışdığımız altcoin sezonları, dostlarım, illər öncələrinə qayıtsaq, eynən 2021-dən söhbət açsaq, görəcəyik ki, qrafikdə möhtəşəm bir qalxışlar olur. Məsəl üçün, Dogecoin 0.002-lərdən ortalama nə qədər? 74 sentə qədər yüksəlir. Yəni, bunlar möhtəşəm qazanc faizlərdir. Düşünün ki, buralıqda, ən diblərdə biz bunu satın alırıq və boğa sezonu gəldikdə, təkcə baxın, burada 28.779 faizlıq bir yüksəlişdir. Baxın, tək buradan bura qədər yüksəlişini sizlərə deyirəm. Yəni ki, bu altcoin sezonu bax bu şəkildə olur. Mənim gördüyüm kriptovalyuta bazarı bu şəkildə olub. Başa düşdünüz? İnsanlar yəni möhtəşəm şəkildə qazanclar əldə edir. Yəni biz də boş bir necə deyim, xəyalın içində deyilik. Ona görə bu işin arxasıca düşmüşük. Ona görə inanclarımızın arxasıca gedirik, xəyallarımızın arxasıca gedirik. Yəni sizlər indi bunu qrafik üzərindən görə bilərsiniz. Ancaq mən 2021-ci ildə baxın, bu yüksələn bazarda mən və təbii ki, yəni mənim kimi çox da Azərbaycanlı olmasa, ancaq inanıram ki, yəni yüzlərlə Azərbaycanlı bu tərz yüksəlişləri görmüşdü, bu tərz yüksəlişlərin şahidi olmuşdu və ya bu tərz yüksəlişlərin mənim kimi içində olmuşdu. Əlbəttə ki, bəzilərimiz pulu idarə edə bildik, bəzilərimiz isə çox təəssüf ki, pulu idarə edə bilmədik. Elə pulu idarə edə bilməyənlərdən də birim mənəm. Yəni, bunu burada demək istəyirəm ki, baxın, dostlarım, altcoin sezonları bu şəkildə olur. Qalxışlar bu dərəcədə olur.
Yəni möhtəşəm bir qalxışlar olur. İndi bəzi köhnə dediyimiz valyutalar öz yerlərinə qayıdarmı? Bunlar okeydir, şübhə altındadır. Ancaq yeni proyektlər var ki, əsasən də onların elə bizlər arxasına düşmüşük. Onlar da baxın, etdiyi işbirliklərinə görə deyirik. Onlar da məsəl üçün gələcəkdə Dogecoin ola bilər, gələcəkdə Ethereum kimi necə deyim, sağlam proyekt çıxa bilər və bizlərə nə edər? Təbii ki, möhtəşəm qazanclar verər. Başa düşdünüz? Yəni düşünmədiyimiz miqdarları burada qazana bilərik. Eynən sizə baxın, çox demirəm. Yəni Bitcoin kimi valyutalar hələ də mən inanıram ki, var. Başa düşdünüz? Bu bazarda Bitcoin qədər qazandıracaq olan proyektlər var. Qardaş, bu mənim inamımdır. Bu mənim necə deyim? Bəziləriniz indi xəyal falan belə deyə bilərsiniz. Baxın, mənim Bitcoin-i kəşf etdiyim yerlər bax buradır. Bu 3000 dollar səviyyələrdir. Eynən bu işə 2018-in oktyabr ayında daxil olmuşam. Yəni baxın, düz burada. Yəni mən Bitcoin-i 5 dollarda, 3 dollarda və ya 5 sentdə necə deyim sizlərə, kəşf edənlərdən biri olmasam da, ona yəni yaşım da çatmır, sözün açığı. Ancaq buralarda kəşf edəndən sonra mən bu bazarda hərəkətliliklərin olduğunu gördüm. İndi bu günlərim düşüşlər var, ancaq mənim dövrümə qayıtsaq, mənim dövrümdə Bitcoin 3000 dollar idi. O günkü gündən bugünkü günə baxdığımda görün nə qədər kriptovalyuta bazarı inkişaf edib və inkişaf etməyə də davam edir. Yəni buna görə deyirəm ki, yoldaşlar, yəni burada okey, qırılmalar görə bilirik, geri çəkilmələr görə bilirik. Ancaq geriyə çəkilməkmi, yoxsa başladığın oyunu bitirməkmi? Yəni qarşımızda belə bir sual olur. Təbii ki, mən hər zaman başladığım oyunu bitirməkdən yanıyam ki, sizlərə də bunu bu həyatda tövsiyə edirəm. Əgər bir işə artıq başladısa, o işi yarımçıq qoyub digər bir işə girməyin. Yəni çalışın ki, bir işdə bütöv ola biləsiniz. Və baxın, uğur da budur. Uğurun özü ilk öncə uğursuzluqla başlayır. Yəni təbii ki, mənim özüm bura ilk addım atanda qazanmırdım ki. Yəni itirdiyim günlər də olurdu. İtirdiyim günlərin sayı daha çox olurdu. Yəni 2020-ci il, 2021-i demirəm, 2020-ci il kriptoda mənim geri dönüş nöqtəm olub. Kriptoya mənim inancım harda yaranıb? 2021-ci ildə. Bəlkə də 2021-i görməsəydim, yəni mən indi kriptovalyuta işində yox, sizlər kimi normal maaşlı işlərdə yəni başımı qatırdım. Başa düşdünüz, həyatla mübarizə aparırdım və bir yandan qazanmağa çalışırdım. Ancaq dediyim kimi, bu bazar hər gün güclənməyə davam edir. Hər gün də bu güclənəcək. Bu gün böyük, necə deyim, balinaların təbii ki, qurduğu oyunlardır. Əgər bir işdə pul varsa, düşünün ki, bu işdə hər zaman oyun olacaq. Çünki burada sənin pulunu qazanmaq istəyənlər var, mənim pulumu qazanmaq istəyənlər var. Eynən sən də bu bazara düşün ki, kiminsə pulunu qazanmaq üçün girmisən. Başa düşdün? Bu iş yəni bu şəkildədir. Bu algoritma bu şəkildə işləyir. Yəni mən, sən bu tərs yatırımlar edirik. Əlbəttə ki, biri üzərimizə satış verəndə o hardan o pulu yeyir? Onun qazandığı pul hardandır? Bizim büdcəmizdən gedir. Və biz də burada səbirli olub gözləməliyik ki, proyekt inkişaf etsin. Eynən bayaq dediyim kimi, təkrarçılıq çox da olmasın, nano proyekti kimi. Bizim üzərimizə alışlar gəlsin, növbəti xeyri artıq bizlər keçək. Başa düşdünüz dostlarım. Bu arada bu bizim kanalımızda ilk üzümü çəkdiyim videodur. Yəni bundan öncə təbii ki, vlog videomuz olub. Formula 1 yarışında. Ancaq bu tərs, necə deyim, üzümü göstərdiyim video ilkdir. Yəni bunu da rəylərdə yazarsınız. Belə mi yaxşıdır, yoxsa belə yaxşı deyilmi? Buna da bir fikir bildirsəz, həqiqətən sevinərəm. Çünki bunun üzərində yoldaşlar davam etmək istəyirəm. Nəysə, dostlarım, videomuz bu qədər idi.
İnşallah ki gələn videolarda görüşmək üzrə. Sağ olun, hələlik.